Değerli dostlar, qarışan və qarışdıran Amerikadan danışmaq istəyirəm. Amerika bu vaxta qədər demokratiyanın beşiği olaraq cazibə qüvvəsi yaradıb, inkişaf etməkdə olan, inkişafa qədəm qoyan, azadlıqlar istəyən dövlətlər, insanlar üçün bir cazibə qüvvəsi idi. Trump bu sistemi darmadağın dağıtdı. Trump suverenlik, ərazi bütövlüyü, migrantlar, insan hüquqları ilə bağlı çox ciddi xata hesab olunacaq bəyanatlar verdi. Başqa bir dövlətin, qonşu dövlətlərin ərazilərini saymadı. BMT-nin mövcud sərhədlər haqqında qanunverici aktlarının üstündən keçdi. Dünyada prezident olacaq bir şeyin əsasını qoydu. Hətta Ukraynanın işğalına bir dolayı formada haqq kazandırdı. Hətta işğala məruz olanı sıxmağa və ona müxtəlif sanksiyalar tətbiq etməyə başladı. İşğal eləyəni isə, Rusiyanın isə gözün üstündən var, qaşın var deməyərək bir növ sıxallamakla məşğuldur. Nə baş verildi? Mən elə gəlir Trump Amerikanın dünyada mövcud olan, bu vaxta qədər davam edən cazibə qüvvəsinin alt-üst etməklə məşğuldur. İmicinə ciddi şəkildə zərər vurmuşdur. Və bundan sonra Amerikaya güvənç hissinin azalacağını biz görəcəyik. Dostlarına sədaqətli deyil, müttəfiqlərini istənilən zaman özəl maraqlara uyğun ata bilər. Konkret Avropa Birliyi olmasın, digər mərkəzlər, dövlətlər olsun və siyasi texnologiyalara, insan beyninin vərdiş elədiyi davranış sistemləri, dövlətlər arası münasibətləri ciddi şəkildə zədə vurmaqla Amerikaya, Amerika xalqına, Amerikanın imicinə zədə vurmuş bir figur olaraq yadda qalacaq. Mən elə gəlir, nə qədər gec deyil, Amerika xalqı, Amerika Kongresi mövqe ifadə eləməli və Amerikanın günü-gündən itməkdə olan imicinin bərpası istiqamətində addımlar atmalıdır. Amerika təcavüzə məruz qalanın yanında olmaqla Amerikaydı. Amerika insan hüquq və azadlıqlarına ehtiram göstərməklə Amerikaydı. Amerika hüququn aliliyi olan bir dövlət olaraq cazibə qüvvəsi yaradırdı. Amerika insan azadlıqları, konvensiyalarının sərbəstliyinə ehtiram göstərən bir dövlət olaraq nüfuz qazanırdı. Amerika həm də azadlıq uğrunda mübarizə aparan, demokrat yolunda mübarizə aparan dövlətlərin, xalqların yanında olmaqla deməli Amerikaydı. Amerika bu dəyərləri itirirsə, Amerika heç kimə lazım olmayacaq. Amerika həm də nə qədər güclüyəm desə də, həm də Azərbaycana və Türkiyəsə lazım olmayacaq.